Deməli, bugünkü mövzumuz tam cəbri ifadələr mövzusudur. Dedik ki, ədədləri toplamaq, çıxmaq, bildiyimiz ədədlər üzərində riyazi əməliyyatlar aparıqsa, bu ədədi ifadələrdir. Ədədlər və dəyişənlər varsa, yəni x, y hərflər görürsünüzsə, bunlar artıq tam cəbri ifadələrdir. Onlar da iki hissəyə bölünür. Var bir hədlər, bir də var çox hədlər. Tək-tək görürsünüzsə, bunlar bir hədlərdir. Yeri gəlmişkən, 6-nın özü də bir hədlidir, 100-ün özü də bir hədlidir. Yəni, gördüyümüz ədədlər özləri təklikdə bir hədli sayılırlar. Rasional ifadələrdə isə biraz vəziyyət fərqlidir. İndi siz əsas bu toçkaya fikir verin. Burada siz görürsünüz ki, mən məxrəcdə nə etmişəm? Hərf yazmamışam. Məxrəcdə hərf yoxdur, baxın, uşaqlar. Amma rasionallarda olur. Məsələn, deyirəm ki, 2x bölünsün 3y-ə. Bu artıq rasional ifadə. Və buna deyirlər kəsr rasional ifadə. Aydındır? Və yaxud da deyirəm ki, 5a üstəgəl b. Aydındır? Bunlar rasional ifadələrdir. İndi biz bugün öyrənirik tam cəbri ifadələri. Buradan başlayırıq. Bir hədlər mövzusundan başlayırıq. Tanış olduq. Məncə olduq. Başlayaq bir hədlərlə. Nə deməkdir bir hədlər? Bir hədlər haqqında kimin anlayışları var? Bir hədlər, uşaqlar, ədədlər, dəyişənlər. Müəllim, dəyişənlər nə deməkdir ki? Yəni, hərflər, ədədlər, dəyişənlər və onların natural üslü qüvvətlərindən ibarət olan ifadələrdir. Natural üslü qüvvətlərindən ibarət ifadələrdir. İndi sizə bir dənə sual. Qüvvətlərindən ibarət ifadələrdir. İndi sizə bir dənə sual. Siz mənə deyin görün, 5-də 3 natural ədəddir. Xeyr. Xeyr. Bəs bu necə ədəddir 5-də 3? Necə müəllim? 5-də 3 necə ədəddir? Natural deyil, tamam. Düzdür. İrasional. Rasional da müəllim. İrasional. İrasional yox, rasionaldır. İrasionallar kök altından çıxa bilməyənlərdir. Hə, bəli. Yes, rasionaldır. Bəs uşaqlar bu 6-da 12. Düzgün olmuyor kəsrdə bu. Yəni sonuç olaraq natural Naturaldır bu. ədədlər bəli, natural olacaq. Çünki 12 bölünsün 6. Həbib, 12 Bəli, divide müəllim. 6. Yes. Hı-hı. Answer 2. Because this is natural number. Do you understand? Hı-hı. Okay. İndi baxın, imtahanda bu cür suallar görə bilərsiniz. Deyəcək ki, hansılar bir hədlidir, hansılar bir hədli deyil. Ədədlər, dəyişənlər. Yazıram. 5AB. Bu uşaqlar bir hədlidir. Çünki 5 var. A ilə B-yə siz ürəyiniz istəyən qiymətlər verə bilərsiniz. Məsələn, Nəsimi deyir ki, mən A-ya 1 qiymətini verirəm. Fərid deyir, mən 2 deyirəm. Murad deyir, 3 deyirəm. Həbib deyir, mən 5 deyirəm. Yəni, hər kəsə müxtəlif qiymətlər verə bilər bu A ilə B-yə. Ona görə bunlar dəyişənlər adlanır. İndi baxın, ədəd, dəyişənlər və onların natural üstü qüvvətləri var da burada. Deməli, bu nədir? Bir hədlidir. Qanundan kənar nəsə görürsünüz burada. Xeyr. Yazılandan kənar nəsə görmürük də, düzdürmü? Deməli, bu bir hədlidir. Plus qoydu. İndi belə bir ifadə verə bilər bizə. 2, A-nın üstündə 12 bölünsün 6 B-yə bunu çaşdırmaq üçün verə bilərsə, bir də belə bir ifadə verə bilər. 4, C-D üstündə 4-də 3. Belə bir ifadə verə bilər. Bir də belə yaza bilər. 2, x, y-in üstündə -1. Belə verə bilər ifadəni sizə. İndi, buyurun uşaqlar. Müəllim, Baxaq, o bir hədlidir. bu 13 bir bölü 6. həddidir. Bəli. Dəyişənin üstü mənfi olmaz da müəllim.
Bəli, bəli, dəyişənin üstündə mənfi olmaz Nəsimi, haqlısan. Əlbəttə olmaz. Hə. Çünki baxın, hər hansı bir ədədin üzərinə biz mənfi 1 yazırıqsa, məsələn deyirəm ki, 5 üstündə mənfi 1. Bu bərabərdir 1 bölünsün 5 üstünə 1 deməkdir. Və yaxud da 5 üstündə mənfi 2. Bu 1 bölünsün 5-in kvadratı deməkdir. Burada yazılıb y üstündə mənfi 1. Biz dedik ki, natural üstü qüvvət olmalıdır. Axı, mənfi bir natural ədəd deyil. Natural ədədlər gündəlik istifadə etdiyimiz saylardır. Mən deyə bilmərəm ki, otaqda mənfi bir adam var. Uzaq başı deyəcəm, otaqda bir nəfər adam var. Amma mənfi bir nəfər adam olmur. Ona görə bu sayılmır. Qanundan kənardır. Bu 1 bölünsün y üstünə 1-dir. Yəni bu ifadəni belə yazacağam. 2x 1 bölünsün y. Müəllim bizə demişdi ki, əgər məxrəcdə dəyişən görsəz, bilin ki, bu nədir? Kəsr rasional ifadədir. Yəni bu hal-hazırda bir hədli deyil. Görünüşdən sizi aldada bilər. Onun üçün də belə bir nəticəyə gəlirik ki, nələr bir hədli ola bilməz. Birin Nəsimi dedi, dəyişənlərin üzərində mənfi olsa olmaz. İkinci qaydanı kim deyər? Nə gördünüz burada? Dəyişənlərin üzərində Natural ədəd olmayanda olur da müəllim. Rasional ədəd olanda. aha, yəni dəyişənlərin üzərində mənfi ədəd olmaz. Bu birinci qayda verir. Əmsal ürək bizi istəyən əmsalı verə bilər. Bizim əmsalla işimiz yoxdur. Onun üçün yaşıl işıqdır. Amma bizim işimiz dəyişənlərləndir. Sonra, bəli, siz burada kəsr rasional bax görürsünüz, burada 4-də 3 rasional ədəddir uşaqlar. Ədədlər, dəyişənlərin üzərində və yaxud da dəyişənlərin qüvvəti nə ola bilməz? Rasional ədəd ola bilməz. Rasional ədəd ola bilməz. Bu zaman artıq o bir hədli sayılmır. Qanundan kənar çıxır. Deməli, bu da bir hədli deyil. Üstünə xətt çəkirik. Bu da bir hədli deyil. Amma fikir verin. Bu bir hədlidir. 2 eləyir. Bəli. Çünki 12-ni 6-ya böləndə 2 edir. Və sonuçda burada olan kəsr bizi aldatmasın. Bura qədər hər şey aydındır. Kimdəsə sual var? İzahla bağlı. Murad, Həbib, Fərid. Bəli, müəllim. Bəli, müəllim. Okey, davam edirəm o zaman. Deməli, bir daha deyirəm, bir hədlilər, ədədlər, dəyişənlər, yəni hərflər və onların natural üstü qüvvətlərdən ibarət olan ifadələrdir. İndi bu ifadələr bizə iki dənə formada verə bilər. Standart halda olan, bir də standart halda olmayan. Standart halda olan bir hədlilər. Standart halda olan bir hədlilər. Bir də var standart halda olmayanlar. Bunu yaxşılar ki, mən sxem kimi yazım. Bir dəfəlik sxem kimi daha yaxşı yadınızda qalır. Bir hədlilər, standart halda olanları burada yazacağıq. Standart halda olmayanlar digər tərəfdə. Standart halda olanlar. Qabağıma plus qoydum. Burada əmsalda bir dənə olur. Hər hərfdən dəyişəndən bir dənə istifadə olunur. Müəllim necə yəni? Məsələn, deyirəm ki, 5 A, B. Bu standart halda olandır. Amma standart halda olmayanda belə olur. Onda belə olur. 2 vurulsun 3, A-nın kubu, vurulsun B, vurulsun A, vurulsun B-nin kubu. Bu formada olur. Aydın oldu. Hansı ki bu da nədir? Bizim üçün artıq standart halda olmayandır. Çünki müəllim bizdə nə dedi? Dedi, əmsal bir dənə olmalıdır. Amma burada 2 dənə rəqəm görürük. 2 vurulsun 3. A-lar təkrarlandı. B-lər təkrarlandı. Həbib, repeat varsa standart deyil. Yadıma düşdü qayda. Bəli, müəllim. Okey. İndi bura bir dənə bir həddi yazıram. Siz deyin görək o standart haldadır, yoxsa standart halda deyil. Deyirəm ki, 5-in kvadratı A-nın kubu B, C. Standart deyil.
Standart deyil. Nəsimi məsələn deyir ki, bu standart deyil. Murad nə deyir? O, məncə də. Murad da qatılır Nəsiminin fikrinə. Fərid. Fərid. Ben uşaqlar gene razıyam mən də. Sən də razısan. Həbib. Bəli, müəllim. Razıyam. Uşaqlar bu standart haldadır. Siz deyirsiniz standart halda deyil, amma standart haldadır. Çünki bu 5-in kvadratı bir dəfə iştirak olunubdur. Yəni bu zaten 25-in özüdür. Aydındır? Burada bir dənə ədəd görürsünüz. Əgər desəydi ki, Ya təkrarlanma yoxdur da, belə deyək. bəli, bəli. Məsələn, desəydi ki, 5-in kvadratı vurulsun 5, deyəcəkdim bu standart halda deyil. Və yaxud da 5-in kvadratı vurulsun 3, deyəcəkdim bu standart halda deyil. Amma sonuçta bir dənə ədəd var, bir dənə A var, bir dənə B var, bir dənə C var. Deməli, standartdır. İndi gəldik bir hədlinin ən kulminasiya nöqtəsinə. Bu nədir? Bu dərəcə və əmsal anlayışlardır. Bəzən bunu qarışdırırlar. Dərəcə və əmsal anlayışları. Belə bir hədli yazaq. Elə 5AB-nin özünü götürəcəm nümunə kimi. Əzizlərim, dərəcə deyəndə yadda saxlayın. Dərəcə deyəndə dəyişənlərin üzərini toplayırsınız. Nə edirsiniz? Dəyişənlərin qüvvətlərini toplayırsınız və yaxud üzərini. Dəyişənlərin qüvvətlərini topla. Mənlə bərabər dərsi izlədiyiniz zaman siz də bunu mütləq özünüzdə qeyd edin. Oturub belə film kimi baxmayın buna. Dərəcə deyəndə müəllim bizə dedi ki, dəyişənlərin qüvvətlərini topla. Dəyişənlərin qüvvətləri, bəli. Əgər üzərlərində içine yazılmayıbsa, o zaman bunun üzərində demək ki 1 var. Buradan yazıram ki 1 üstə gəl 1, dərəcə olur 2. Qradus, həbib, aydındır. Qraduslar tapırdıq, ha, odur. Əmsal deyəndə isə, əmsal qarşıda duran ədəddir. Hal-hazırda bizdə əmsal bir dənə nədir? 5-dir. İndi gəlin bu ifadəni standart hala gətirək. Bu ifadəni standart hala gətirməzdən öncə sizə belə bir qaydanı deyim. Qüvvətin xassələrini təkrarlayaq, çünki bizə lazım olacaq. Qüvvətin xassələri. Deyir ki, A üstündə M vurulsun A üstündə M. Biz demişdik ki, əgər M-dən toplanır. bəli, A hissə ol, əsaslar bərabərdirsə A qalır, üstlər toplanır. Bölmədə isə tərsinə idi. A üstündə N bölünsün A üstündə N bərabərdir A qalır, üstlər çıxılır. Əgər obşi bir mötərizədə A bölünsün B yazılıb, üzərində N yazılıbsa, bunu biz belə aça bilərik. A üstündə N bölünsün B üstündə N kimi. Və yaxud da vurmasında A vurulsun B, obşi mötərizədə N. Bunu da açanda hər birinin üzərinə N verə bilərsiniz bu formada. Belə yaza bilərsiniz. Bir də əsas məsələ, mötərizəni açmaq qaydası. Burada mötərizədən çıxmağı üçün M N-ə vurulmalıdır. Bu qaydalar bizim üçün əsas qaydalardan sayılır. Qüvvətin əsas xassələridir. Mənim sözüm indi bunda deyil. Xatırlatdım ki, sizə lazım olacaq. Bizə lazım olan indi gəlin ikinci ifadəni standart hala gətirib, onun dərəcəsini və qüvvətini tapaq. Üzr istəyirəm, dərəcəsini və əmsalını tapaq. Yeri gəlmişkən, qüvvət, dərəcə eyni anlayışlardır, sinonim sözlərdir. Bəzi kitablarda qüvvət, bəzilərində dərəcə yazılır. Bunlar eyni şeylərdir, eyni anlayışlardır. Aydın oldu? İndi gəlin ikinciyə baxaq. İkinci halda bizə deyir ki, 2 vurulsun 3, A-nın kubu vurulsun B, vurulsun A, vurulsun B-nin kubu. Əvvəlcə imtahanda nə edirsiniz? İndi mən burada 2-3-ü yan-bayan yazmışam.
2-ni 3-ə vur. Neçə eləyəcək? 6. A kubu, bu da A üstündə 1. A üstünə 4, o da A üstündə, B üstünə 4 eləyir. Aferin. Standart A üstündə şəkildədir bu. 4. Bəli, bəli. Artıq 1 ilə 3 burada toplanacaq. B üstündə 4 olacaq. Dərəcəsi 8 eləyir, əmsalda 6 eləyir. Bəli, dərəcə deyəndə müəllim bizə dedi ki, dəyişənlərin qüvvətlərini topla, yəni hərflərin qüvvətlərini topla. 4, 4. 4 ilə 4-ü toplasan, dərəcə olacaq 8 və yaxud da qüvvət 8-dir. Əmsal deyəndə isə, əmsal olacaq neçə? 6. Hamı aydındır. Bəli, müəllim. Okey verməlisiniz. Bəli. Fərid də ərəsi qoydu, Murad da deyir, aydındır. Burada ən sonuncu başlığımız ədədin tərtibi və standart şəklidir. Qiymətli hissəsidir ədədin standart şəkli. Bir neçə saniyə gözləyək. Lövh özünə gəlsin. Ədədin standart şəkli nə deməkdir? Məsələn, sizə belə bir ədəd verir. 1600. Deyir ki, bunu standart formada göstər. Biz bunu standart formada göstərmək üçün nə edirik? Yolu bunun necədir? Birinci ədədi ayırırıq burada. Birinci ədədi ayırırıq. Yəni, biz bu ədədi A vurulsun 10 üstündə n şəklində göstərəcəyik. 16 müəllim. vurulsun 10 üstü 3 eləməliyim. Bəli, bəli, o formada göstərməliyik. Və burada bizim təbii ki, şərtlərimiz var. Yəni, verəcəyimiz şərtlər var. Yəni, bunu biz öz başına yazmırıq. Təbii ki, orada şərtlər var. Deyəcəm hansı şərtlərdir. Bərabərdir. Bax, burada birinci ədədi ayırdın. Bunu ayırdın. Düzdür, yazırsan belə. 1,6 vurulsun. Burada ayırdığından sonra neçə dənə ədəd var? 1, 2, 3, 4. Deməli, 10 üzərinə gəlib 4 yazırsan. Oldu bunun standart şəkli. Aydındır. Tərif belə verir. Deyir ki, müsbət ədədin A vurulsun 10 üstündə n şəklində yazılışına ədədin standart şəkli deyilir. Baxın, uşaqlar, burada A-ya deyirlər qiymətli hissə. Nə deyirlər? Qiymətli hissə. N-ə nə deyirlər? Bir dənə sual versəm olar. Buyur, buyur. Burada yazdığı müəllim 16.000 1,6 vur 10 üstü 4. Tutaq ki, bizə verib ki, sualda ədədin standart şəkli, yəni ədədi standart şəklə gətirində mən oraya yazsam ki, 16 vurulsun 10 üstü 3 səhv götürüləcək o. Bəli, bəli, avtomatik səhv gedəcək. Hə, elə bildim, başa düşdüm. Bəli, bəli. Çünki o artıq yarımçıq şəkildə sən onu standart hala gətirirsən də, yəni bütöv standart hala gətirmək lazımdır ona görə. İndi, məsəl üçün, bizə belə bir ədəd, sizə bir dənə ədəd verir, onu çevirin standart şəklə. Deyək ki, 23.000-i göstərin görək, bunu standart şəkildə neçə olacaq? 2,3 vur 10 üstü 4. Deməli, buradan ayıracağıq birinci ədədi. Olacaq 2,3 vurulsun. Düsturda 10-dur. 10 üzərində olan n tapmaq üçün burada vergüldən sonra olan ədədləri sayırıq. 1, 2, 3, 4. Yaxşı, bunun qiymətli hissəsi neçədir? Necə müəllim? Bunun qiymətli hissəsi neçədir? 2,3 Qiymətli hissə oldu 2,3. Bəs tərtibi neçədir? 10 üstü 4. Yox, 4, 4. Bəli, 4-ün özü. Testlərdə sizə belə deyir. Deyir ki, ədədi standart şəklə gətir, qiymətli hissənin tərtibin hasilini tap və yaxud da cəmini tap. İndi tutalım sizə belə bir ədəd verir. Deyir ki, 5383. Belə bir ədəd var. Deyir ki, bunu standart hala gətir. Necə eləyərik? Bunu necə eləyərik? Bunu məsələn, yəqin ki, müəllim 5 vurulsun 10 üstündə 3 olar məncə. Mən belə fikirləşirəm. 10 üstü, yəni 3-dən olar da elə fikirləşirəm. Yəni, buradan ayıracağıq. Həmişə olduğu kimi birinci ədədə ayırırıq. 5, vergül,
Qalanları yazırıq. Vurulsun 10. İndi vergüldən sonra 1, 2, 3 dənə. Burada da olacaq 3. Aydın oldu? Hə, həm tam yazırıq, həm də üstündəki bildim mən. Bəli, bəli, bu formada göstəririk. Müəllim, bəs yuxarıda hə onda ədədin sayı qədər yazırıq da, hə, heç. Mən Bəli, elə bəli. bildim sıfır qədər yazırıq. Yox, yox, vergüldən sonra olan ədədlərin sayı qədər götürürük. Bildim müəllim. Burada mövzu izahı bitdi. Saxlaya bilərik kaydı.